Qarabağda cövlan atlar, Laçında yalçın qayalar. Qarabağda cövlan atlar, Laçında yalçın qayalar. Şuşadan bir səs ucalar, oyanar Cabbar Seyid xan. Şuşadan bir səs ucalar, oyanar Cabbar Seyid xan. Yaşa yaşa Azərbaycan, yaşa var ol Azərbaycan. 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 Arazın suları sərin, çağlayar coşar həkərim. Arazın suları sərin, çağlayar coşar həkərim. Üzü gülər Xudafərin, dinər Cəbrayıl Zəngilan. Üzü gülər Xudafərin, dinər Cəbrayıl Zəngilan. Kəlbəcərim, Füzulim var, Dəli dağdan şəmşir var. Kəlbəcərim, Füzulim var, Dəli dağdan şəmşir baxar. Ağrı dağdan günəş doğar, haray çəkər böyük Turan. Ağrı dağdan günəş doğar, haray çəkər böyük Turan. Yaşa yaşa Azərbaycan, yaşa var ol Azərbaycan. 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 İgidlərim çəkənlərə, bayraq düzər sərhədlərə. İgidlərim çəkənlərə, bayraq düzər sərhədlərə. Zəfərlərdən zəfərlərə, ilhamıyla tarix yazan. Zəfərlərdən zəfərlərə, ilhamıyla tarix yazan. Yaşa yaşa Azərbaycan, yaşa var ol Azərbaycan. 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 Azərbaycan, Azərbaycan, yaşa yaşa Azərbaycan. Yaşa yaşa Azərbaycan, yaşa var ol Azərbaycan. Təşəkkürümüzü bildiririk. Aşıq sənətinin ən gözəl formada təbliğatını hər zaman aparan, sazıyla, sözüyle qəlbimizdə taxt-tac qurmağı bacaran Respublikamızın əməkdar müəllimi, fəlsəfə doktoru, eyni zamanda doçent, değerli aşıq dostumuz Fəzail Miskinlinin gözəl ifasıyla günümüzə başladı. Yaşasın Azərbaycan. Əlbəttə ki, bütün Azərbaycanımızı, xalqımızı, millətimizi, dünyanın müxtəlif nöqtəsində yaşayan bütün soydaşlarımızın sabahı xeyir olsun. Mən bilirəm ki, bu kanalı, xüsusilə də sizin verişinizi təbii ki izləyirlər. Çünki xaricdə yaşayan bütün soydaşlarımız qərb ölkələrdə yaşasalar da, amma hər zaman onların ürəyi, qəlbi hər zaman vətənlə döyünür, millətlə döyünür, öz dədə-baba torpaqlarından döyünür. Və bugün də çox şadam sizin verilişinizdə olmaqdan. İlk dəfədir mən sizin verilişinizdə oluram. Amma bilirəm ki, çox maraqlı, çox gözəl, səmimi bir verilişdir. Çünki burada yaxşı
ab-hava var, gözəl atmosfera var, yaxşı auditoriya var və əsas məsələ də odur ki, Əsas siz var. Gözəl bir aparı, gözəl bir xanımdır və Təşəkkür təbii ki, sizinlə burada çalışan bir ekip var, bir komanda var. Çünki mən həmişə deyirəm ki, hər hansı bir verilişin mükəmməl şəkildə, səviyyəli şəkildə ərsəyə gəlməsində o komandanın orada çalışan o ekipin çox Əlbəttə. böyük həqiqətən də əziyyəti var, zəhməti var və onlara doğrular arzulayıram və bizim dəyərli dostlarımızı da salamlayıram. Adil müəllim başda olmaqla. Sabahınız xeyir olsun inşallah. Uğurlu veriliş olsun. İnşallah. Və xanımımızı da salamlayıram. Əhval-rüyamız sona qədər inşallah əlimdəki bu saz kimi olsun inşallah. Bəli, saz kimi, söz kimi olsun inşallah. Bunu götürün. Sizin mikrofonunuzda əyləşmənizi istəyəcəm öz taxtı tacınıza və elə Fəzai müəllimin ifasında gözəl, sazlı, sözlü və sözsüz ki, məhsuldar bir efirə başlamış olduq, start vermiş olduq ki, sabahınız xeyir olsun, əziz və dəyərliyimiz Azərbaycan doğma izləyiciləri. Saat 10-12 aralığında mən Gülnar Səhliyarlının təqdimatında bugünkü proqramımız hər zaman olduğu kimi canlı yayımlanacaq. Canlı yayımlanacaq bu o deməkdir ki, siz də canlı efirə qoşulmaq kimi fürsətiniz var. 012 404 84 73 efir rejissorlarımızın qeyd etdiyi nömrələr siz dəyərli izləyicimizin xidmətindədir. Bugün bir çox mövzulardan danışacağıq. Yaxın 2 saat ərzində daha dəqiq desək, milli mənəvi dəyərlərdən, ədəbi və poeziya ənənələrindən müasir yanaşmalar və gənc nəslin yaradıcılıq axtarışlarından saz sənətinin müasir dövrdə rolunda və sözsüz ki, gözəl musiqilər ruhumuzu feyziyab eləyəcək. Elə sazdan, sözdən, gözəl ifalardan daha da ruhumuz gözəlləşəcək və sənət əsərlərini görürsünüz studiyamızda. Hər zaman olduğu kimi əl işi bölməmizdə sənətçilərimizə, sənətkarlarımıza, rəssamlarımıza, xüsusi əl işi olan, peçə bacarığı olan istedadlı gənclərə dəstək olmağa çalışır ki, bugün də həmin istedadlı gənclərimizi tanımağa çalışacağıq. Artıq günlərdir anonsdan gördüyünüz qədərlə qonaqlarımı təqdim eləmək istəyirəm sevərək, hansı ki, Jurnalistlər Birliyinin üzvü, dəyərli pedaqoqumuz, şair, publisist və elimizin ziyalı nümayəndəsi Adil Həmid studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Adil müəllim. Xoş gəlmisiniz. Sabahınız xeyir, gününüz uğurlu olsun. Necəsiz? Şükür. Mikrofonunuz var sizin, elə yaxa mikrofonunuz var. Siz bugün bol-bol, geniş-geniş danışasınız deyilə, sizə də mənim yaxa mikrofondan taxdılar. Buyurun. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, əziz studiya iştirakçıları. Xoş sabahda, xoş günlərdə xoş gördük. Bu elə sabah ki, bənzəri yoxdur. Sabah ki, sabaha ümidim çoxdur. İcazə verin, hər şeydən əvvəl ümumi dünyaya, kainata qədəmlərini, mübarək qədəmlərini basan 11 ayın sultanı Ramazan ayının gəlişi ilə hər birinizi tamaşaçıları qarşı, hər birinizi təbrik edeyim. Ramazan çox şeyi bizə öyrədən, çox şeyi bizə verən fəzilətli bir aydır. Buyurulur ki, Ramazan sizə tərəf gəlir. İstənilən aya biz gedirik, çatırıq, ömür imkan versə, biz ona gedib çata bilirik. Amma Ramazan bildiyiniz kimi hər il 10 gün qabağa gəlir, demək bizə o gəlir. Allah mübarək eləyənlərdən, qəbul olunanlardan eləsin inşallah. Ramazanın çox xüsusiyyətlərindən biri də təkəbbürlü olmamaqdır. Çox üzr istəyirəm, mən özümdən başlamazdan əvvəl bu təkəbbürlü olmamaq üçün istəyərdim ki, biləsiniz ki, mən sözlə sazın vəhdətindən böyük bir qala yaradan Dədə Şəmşir ocağındanam. Qartal düşüncəli, şair xəyallı, tərlan yuva salan dağlar oğlayan, anam isti sudur, atam dəli dağ, Murov qonur, qoşqar lilpar oğlayan deyən Dədə Şəmşirin bu qalasına, bu abidəsinə sonralar toxunanlar da oldu. Təbii ki, onun yolunu gedən Bəhmən Vətənoğlunun qoy məni öldürsün bir loğman əli, amandır, yaraman aşı dəyməsin deyən Bəhmən Vətənoğlunun İgidi söz, kəbabı köz, yandırar külə döndərər, söz qanana bircə kəlmə əridər, milə döndərən deyən Şamil Əsgərovun sınmayaydı qanatlarım, quş yerinə mən olaydım, uçaydım düz, dəli dağa kaş yerinə mən olaydım deyən Sücayətin və bugün onun irsini davam etdirən onlarla, yüzlərlə Kəlbəcərdə gözəl yazarların vətənindən olduğum üçün mən fəxr edirəm və fəxr edirəm ki, Kəlbəcərdənəm. İnşallah ki, Cənab Prezident oranın daha böyük cənnətə çevrilməsinə söz verir. Əlbəttə, yenidən qurma işləri gedir. O gün olsun ki, siz məni dəvət etdiyiniz kimi mən sizi Kəlbəcərə dəvət edim. İnşallah, böyük şərəf olar. O günü gözləyirik səbirsizliklə. Təşəkkür edirəm. Adil müəllim elə bir giriş nitqi ilə başladı ki, heç bir əlavə şərhə ehtiyac yoxdur. Elə dərhal bilinir ki, poeziya adamıdır, sözü ilə, elə nitqi ilə
hər tərəfli ziyalı nəslin nümayəndəsi olduğunu bildirərək başlamış oldu nitqinə. Söz ki, bugünkü studiyamızın özəl qonaqlarından öz sahəsinin peşəkar mütəxəssisi, istedadlı və gənc yazar Musa Sadıqov studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Musa bəy. Sabahınız xeyir olsun. Bizi izləyən hər kəsi, başda şəhid ailələri, qazilərimiz olmaqla bütün Azərbaycan xalqını salamlayıram. Qarşıdan gələn Ramazan bayramını təbrik edirəm. Bütün Azərbaycanlıların çox olun dəvətiniz üçün var olan və necə xoşdur ki, böyük sənətkarlarla birlikdə bu efiri paylaşmaq mənim üçün. Nə xoş sizə. Çox sağ olun, Allah razı olsun. Düz vurğuladınız, 4 kitab müəllifiyəm, 1 şəhid, 3 poeziya kitablarının müəllifiyəm. Hal-hazırda gənc yazıçı olaraq öz şeir və əsərlərimi kitab formasında oxucularıma çatdırıram. Özüm də ki, həm şeir qiraət edirəm, həm də ki, şeir üzərində daha yaxşı işləyirəm. Hələ mən gənc yazaram, inşallah ki, öz üzərimdə daha da yaxşı işləyib, daha da gözəl əsərlər ortaya çıxardacağam. Əslində, mən düşünürəm ki, sizin üçün çox gözəl bir təcrübədir bugünkü efirimizin sizin iştirakınız. Çünki öz sahəsinin peşəkarları, təcrübəli və uzun illərə dayanan təcrübələrini bir araya gətirən ziyalı nümayəndələrlə efir bölüşmək həm məsuliyyətdir düşünürəm, həm də böyük şərəfdir. O məsuliyyət bizə də xasdır. Sözsüz ki, studiyamızda axarlı dəqiqələr, sözlər, fikirlər, elə maarifləndirici proqramlar qaldığı yerdən davam eləyəcək. Əl işi bölməmizin rəssam qonağı var, o da öz sahəsinin pedaqoq qonağıdır. Studiyamızda maşallah bugün müəllimlər kifayət qədər çoxdur. O da öz sahəsinin pedaqoqudur. Rəssam dizayner dostumuzu daha yaxından tanımaq üçün qısa bir fasiləyə keçdik. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən daha da gözəl formada ilə Fatimə xanımla davam edəcəyik. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Elə biz reklam fasiləsində də dəyərli rəssam dostumuz Fatimə xanımın əl işlərini monitordan daha yaxından tanıyırdıq. Studiyamızda daha da onun əl işlərinə rənglənib. Söz ki, bugünkü əl işi bölməmizin özəl qonağı rəssam dizayner, eyni zamanda pedaqoq dostumuz Fatimə xanım Səlimovadır. Xoş gəlmisiniz Fatimə xanım. Xoş gördük. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Çox sağ olun. Çox sağ olun. Siz necəsiniz? Təşəkkür edirəm, çox sağ olun. Mən sizin o gül çöhrənizi izləyicilərimizin daha da yaxşı görməsi üçün istəyəcəm üzü kameraya dayanaq, zəhmət olmasa. Əslində sizi tanıyan, sizə müraciət edən kifayət qədər çox saylı izləyiciləriniz, tələbələriniz, şagirdləriniz var, amma istəyəcəm bir də tələbələr, şagirdlərdən əlavə sifarişçiləriniz də var. Kifayət qədər uzun illərə dayanan təcrübənizi nəzərə alaraq. Amma tanımayanların daha da yaxından tanınması üçün həm özünüzlə bağlı, həm də fəaliyyətinizlə bağlı əhatəli məlumat istəyəcəyik. Buyurun. Mən Səlmova Fatimə, Rəssamlıq Akademiyasının məzunuyam və hal-hazırda İqtisad Universitetinə magistr təhsili alıram. Bundan əlavə rəsm müəlliməsi kimi fəaliyyət göstərirəm. Həmçinin rəssam dizayner kimi də öz fəaliyyətimi davam elətdirirəm. Birinci təhsiliniz rəssamlıq, ikinci təhsiliniz iqtisadiyyat. İqtisadiyyat deyil. Fərqli sahələr. Sadəcə İqtisadiyyat Universitetində magistr oxuyuram dizayn üzrə. Dizayn üzrə. Yenə də fakültə eyni sahədədir. Durmadan, dayanmadan öz üzərinizə çalışıb özünüzü yenə təkmilləşdirməyiniz bu çox gözəl bir məqamdır. Bəs rəssamlığa marağınız necə yarandı? Düşünürəm bu sonradan olan işlər deyil də, yəni bu fitri istedaddır. Çox sağ olun. Rəssamlığa marağım uşaq yaşlarımdan başlayıb, çox kiçik yaşlardan başlayıb. Belə deyim ki, uşaq yaşlarımdan valideynimlə, anamla birlikdə oturardıq və o mənə rəsmlər çəkərdi. Mən də onu seyr eləyərdim və belə-belə məndə formalaşdı rəssamlıq anlayışı. Hobi olaraq da davam elədi və daha sonra professional səviyyədə. Peşəkar səhnədə, peşəkar istiqamətdə, əslində istedadda valideyn dəstəyi varsa daha da gözəl olacaq. Bu hər zaman sahənizdə daha da yüksək zirvəyə qalxmağınıza bir vəsilə olmuş olacaq sözsüz ki. Təşəkkürümüzü bildiririk hər addımımızda yanınızda olan valideyninizə. Adı necədir mamanızın? Ruhiyyə. Ruhiyyə xanım. Ruhiyyə xanım, öpürəm əllərinizdən, gözlərinizdən. Buradadır, gəlib Ruhiyyə xanım, dəstəyə gəlib, kadr arxası dəstəyə gəlib Fatimə xanımı. Təşəkkürümüzü bildiririk. Hər zaman bu cür birlikdə olun, hər zaman yanında olun. Çünki elə sözünə başlayar-başlamaz Fatimə xanımın sizin adınızı çəkməsi bu çox gözəl bir məqamdır. Kəş ki, bütün valideynlər, bütün analar övladlarına seçdiyi hansı sahə olmasına asılı olmayaraq dəstək olsun. Çünki bəzi hallarda eşidirik axı ki, efirimizə qonaqlarımız gəlir, deyir ki, məsələn, mən başqa sahəni istəyirdim. Amma valideynim dedi ki, müəllim ol və yaxud da valideynim dedi ki, həkim ol. Əsasən də rəssamlarda bunu müşahidə edirik. Yəni, sanki sevdikləri sahəni valideynlərin istəklərinə görə qurban verirlər. Nə xoş sizə ki, valideyniniz hər zaman yanınızda olub, dəstək olub, uğurlarınız bol olsun. Və siz də bugün bu zirvəyə gəlib çatmışsınız və ona təşəkkür eləməyə özünüzə borc bilirsiniz. Bu da gözəl bir məqamdır, sözsüz. Ümumiyyətlə, bu sahədə yaxın gələcək üçün hədəfləriniz nələrdir? Təbii ki, hər bir rəssam kimi istəyərəm ki, ölkəmizi xarici
dünya üzrə tanıtmaq, rəssamlıq üzrə də yəni öz sahəmdə daha çox inkişaf etmək, rəsm əsərlərimdə daha yaradıcılığımı ön plana keçirdə bilmək, yəni sərbəst şəkildə rahat formada öz hisslərimi ifadə edə bilmək tablo üzərində bu mənim ən böyük hədəflərimdən biridir. Mənə çox maraqlı gəlir. Məsələn, baxın, belə deyək də, rəssamlıqda dünya üzərindən tanınmaq üçün nə etmək lazımdır? Məncə bu təsadüfi olmur. Bunun üçün çox çalışmaq lazımdır. Aha. Hər bir mənada həm öz üzərimizdə, həm xüsusən sərgilərdə iştirak etmək lazımdır. Beynəlxalq səviyyəli sərgilərdə iştirak etmək. Daha sonra hisslərimizi ifadə etməkdən qorxmamalıyıq, düşünürəm rəssamlıqda xüsusən. Sərbəst olmalıyıq. Rahat olmalıyıq. Bəli. Bəs bugünə qədər əsərləriniz, rəsm əsərləriniz hansı sərgilərdə nümayiş olunub? Bəli, bəli. Elə biz məktəb vaxtından bəri bizdə genetik olaraq rəssamlıq bacarığı var. Bacımla birlikdə sərgilərə qoşulardıq və orada Rəssamımızı da çaşdırmayın. Rəssamımız, operatorumuz deyir ki, o gül çöhrəsini daha da yaxşı görsün izləyicilərimiz. Aha. birlikdə sərgilərə qoşulardıq. Bizim məktəbin Bacınızda da direktoru var bu istedad. Bəli, bəli. Ne gözəl. Hər ikimizdə var. Onunla birlikdə sərgilərə Gərək qoşulardıq. ki, birlikdə gələrdiniz. O hal-hazırda Almaniyadadır. Oradadır. Ölkə xaricindədir. Bəli, bəli. Aha. O da məşğuldurmu bəs bu sahə ilə? Hobi olaraq bəli, amma davam Həvəskar elətdirmir. olaraq. Bəli, həvəskar Aydındır. olaraq məşğul olur. Rəng duyumu çox güclüdür. Ümumiyyətlə ideyaları çox maraqlıdır. Belə deyim, o başladı, daha sonra mən Gəlin də ona bacınız ilham aldım. daxil olmaqla bütün qürbətdə olanlara salamlarımızı göndərək. Bayaq Fəzali müəllim elə sözə başlayan kimi qürbətdə olan həmvətənlərimizə, soydaşlarımıza salamlarını göndərdi. Adı necədir bacınızın? Hürriyə. Hürriyə xanım. Hürriyə xanıma da salamlarımızı göndəririk. İnşallah ki, sizi izləyir və o da yalnız sizlə fəxr eləyir. Buna inanırıq. Sizcə ümumiyyətlə yaxşı rəssam olmaq üçün əsas hansı 2-3 bacarıq sorursam, hansı bacarıqlardır? Davamlı işləmək, əlimiz bizim daim işləməlidir. Belə deyim də, necə ki, idmançılar idman edirlər, biz də əl idmanlar etməliyik. Bunu tələbələrimə də daim tövsiyə edirəm. Beləliklə formaları daha rahat götürə bilirlər uşaqlar. Qorxmamaq lazımdır. Çünki bizim sahə elədir ki, düşünürəm ki, hisslərlə işləyirik. Qorxduqca yaradıcılığımız qısıtlanır. Bu səbəbdən deyərdim sərbəst olmalıdırlar. Siz həm master klasslar təşkil edirsiniz, mən bildiyim bəli. qədərilə. Bugün də həm də tələbələrini açdırır sözsüz ki, bu işin sirlərini, incəliklərini. Bugün canlı efirdə, yaxın saatlarda, yaxın dəqiqələrdə master klass təşkil edəcəyik, amma toplu şəkildə bu gözəl sənət əsərinin bir hissəsini artıq başlamışıq. Bugün nə edəcəyik canlı efirdə? İstəyirəm özünüz şərh eləyəsiniz. Bugün verilişin konseptinə uyğun olaraq belə bir fincanda çay şəkli rəsm edəcəyəm, yanında da çiçək və istərdim ki, bunu sizə hədiyyə verim. Təşəkkürümüzü bildiririk. Efirimizin vaxtı müəyyən qədər məhdud olduğuna görə balaca bir rəsm əsəri ərsəyə gətirəcəyik, amma Fatimə xanımın adından ən gözəl studiyamızın ən gözəl hissəsinə xatirə olaraq qoyacağıq. Çünki bizim üçün həqiqətən də bütün əl işləri, bütün göz nurlarından ərsəyə gələn işlər çox, belə deyim, önəmlidir. Əslində, siz də təsdiqləyirsiniz ki, hər rəngin özünə məxsus bir enerjisi var. Bəli, bəli. Bugün də studiyamızın bu gözəl ahəngli, hətta yaşıl tonlar görürəm burada, hə? Yaşıl Bəli, olacaq. bəli. Yaşıl, mavi. Necə iz olsun, dəyərli redaktorumuz? Deyir ki, bizim redaktorumuz, deyir, istəyəcəm ki, qonaqlarımızın hər birinin müəyyən çalarları, rəsmdə müəyyən bir toxunuşları olsun. İndi gedişatda görək. Nə maraqlı. Hə, sizin master klassınızdır da burada. Bugün siz bizə təşkil edirsiniz bu master klası. İşiniz avand olsun. Fikirləriniz olarsa söyləmənizi rica eləyəcəm. Siz bəs bu rəsm əsərlərini çəkəndə saza, sözə nə qədər Bəli, bəli. dinləyirsiniz? Bəli, mütləq. Ruhunuzu qidalandırırsınız. Çox gözəl. Azərbaycanın hansı dilbər köşəsindən olduğunu soruşdum. Lənkəranı qeyd elədi. Bizim dəyərli Fatimə xanım bütün Lənkəranlılara, bütün cənubdan bizi izləyən izləyəcəyimizə, bütün Azərbaycanımızın dörd bir tərəfindən bizi izləyən, bütün dilbər köşələrimizdən izləyən izləyəcəyimizə sevgilərimizi, hörmətlərimizi göndərik. Azərbaycanın bütün qarışı bizim üçün doğmadır, əzizdir. İstər cənubu, istər şərqi, qərbi, mərkəzi, aranı, Şirvanı, hamısı bizimdir, hamısı doğmadır, hamısı əzizdir sözsüz ki. Qaldığımız yerdən davam edirik. Yaxın günlərdəki hədəflərdən danışdıq. Qonaqlarımızın da hədəfləri mənə çox maraqlıdır. İşlərə, proseslərə başlayaq. Qaldığımız yerdən davam eləyəcəyik. Elə bütün ömrünü dediyimiz bu saza, sözə, mütaliəyə, şagirdlərin yetişdirilməsinə həsr edən Adil müəllim. Yaxın zamanlar üçün, yaxın gələcək üçün nə kimi hədəflər, nə kimi planlar var? Çox sağ olun. Arzulan arzu doğur. Arzular heç vaxt bitmir.
arzusuz insan ilə qanatsız quşa bənzəyir. Yaxın ilk arzularımın çoxuna çatmışam. İstədim müəllim olan oldum, istədim şair olan oldum, 3 kitabın müəllifiyəm. Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü olan oldum. Gələcəkdə məhz vətəndə yaşayan vətənpərvər olmaq istəyirəm. Təbii ki, Azərbaycanın hər güşəsi bizim çətin günlərimizdə bizə qoyun açdı, qucaq açdı və bütün şıltaqlıqlarımıza dözdü. Amma Kəlbəcərin abi-havası, Kəlbəcərin gözəlliyi başqa şeydir. Mən də sevgi aşiqiyəm, mən də vətən sədalıyam. İstəyərdim qalan ömrümü Kəlbəcərə həsr edim və Kəlbəcərdə yazım yaradım. Təbii ki, Binəqədi rayonu mənə qucaq açdığı üçün mən öz çörək təhnəmə həmişə xələf çıxmaq istəməmişəm. Binəqədinin ən xırda işinə də belə yarımışam və böyük işlərinə qədər. Amma təbii ki, Kəlbəcərli olmaq istəyərdim. Təbii ki, Kəlbəcərliyəm, amma əzəli əbri torpaqlarımıza qayıtmaq istəyərdim. İnşallah ki, Dədə Şəmşir deyirdi, kişinin əzası qarışmalıdır ölən günü torpağına, vətənin. Əgər bizim əzamız torpağımıza qarışacaqsa, nə xoş halımıza. Və bilmirəm, uşaqlıq arzu, gənclik arzumdur, keçsə də olar, keçməsə də mən artıq namazda, oruçdayam və oxuduqca, bildikcə, öyrəndikcə gördüm ki, bu dünyada nə varsa burada qalacaq, heç nə aparmayacaq. Ən böyük şahlar da, ən kiçik qullar da 3 metr biz apara bilsə nə xoş halına. Amma nədənsə gənclikdə Yazıçılar Birliyinin üzvü olmaq istəmişəm. 4 kitabın müəllifiyəm, Jurnalistlər Birliyinin üzvüyəm, Qızıl Qələm mükafatlı laureatıyam və s. Amma nədənsə gecikir, ərizə vermişəm. Bir Yazıçılar Birliyinin üzvü sadəcə, heç nəsiz, təmənnasız Yazıçılar Birliyinin üzvü olmaq istəyirəm. Bir Kəlbəcərdə yaşamaq istəyirəm. İnşallah ki, yaxın gələcəkdə bu dediyiniz arzularınız reallığa çevrilər və siz də o istədiyiniz arzulara yazdığım, yaratdığım, mütləq ki, çatacaqsınız. Əksəriyyəti Kəlbəcərə aiddir. Həsrət şeirləri. Bir həsrət şeirimin birin zəhmət olmasa əlbəttə, buyurun. Deyim. Qızmar yay günüdür, səhər günəşi boylanır Xəzərin üfüqlərindən. Yenə yandıracaq bizi atəşi, yada düşdün, çox səfalım, hardasan? Könül istər qaymağa, bal qatmağa, bihuş olub çəmənində yatmağa, ömür aman verə sənə çatmağa, var dövlətim, cah cəlalım, hardasan? Bənövşə qoxulu meh burdan əsə, üssəm çiçəyini şeh məni kəsə, oyanan bir sirli mehriban səsə, kədər yüküm, dərd məlalım, hardasan? Nəbisi qılınclı, həcəri atlı, eli qonaqpərvər, əli sovqatlı, yay bol bəhrəli, şirin ovqatlı, zimistanı xoş cəfalım, hardasan? Çox axtardım yaxınını, yadını, hər nə daddım, verə bilmədi dadını, fəxr edib fərəhlə çəkdim adını. Yox sənətay, necə falım, hardasan? Yox sənətay, necə falım, hardasan? Təşəkkürümüzü bildiririk. Əslində, müəllifi olduğunuz bu, belə deyim, şeirlər, əsərlər deyək də, artıq bu şeir deyil, bu gözəl əsərlərdir. Hansı məzmunda daha çox yazmağı, yaratmağı sevirsiniz, Adil müəllim? Günahım, mən istəyərdim məhəbbət şairi olum, çünki mən təpədən dırnağa sevgi ilə yoğrulmuşam. Əslində, dünyanı yaşadan da sevgidir, əslində biz burada sevgi ilə gəldik, çünki mənə nifrət eləsəniz çağırmazdınız. Hər bir şey, quruluşu, düzəlişi, düzəni sevgi ilə qurulur. Və böyük mənada Allaha olan sevgi ilə, kiçik mənada da insanlara olan sevgi ilə yoğrulmuşam. Çox istəyərdim sevgi şairi olum, amma təəssüf ki, böyük təəssüf ki, üzdən İraqların, havadarların köməyi ilə üzdən İraqların bizə vurduğu saysız hesabsız zərbələr nəticəsində biz Kəlbəcəri itirdik və Kəlbəcər itkisindən yaranan həsrət şeirlərim də var. Amma sevgi şeirləri daha çoxdur. Sonda isə təbii ki, Cənab Prezidentin başçılığı altında şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə inşallah ki, tezliklə şəfa diləyirəm. Onların sayəsində üzümüz ağdır və biz zəfərə də gedə bildik. Nə xoş halımıza ki, zəfərdən də yaradıcılığımda şeirlər var. Amma bəli, sevgi şairi olmaq istəyərdim. Od var, ocaq var, odun var. Tonqalı yandırmaq lazımdır.
Tonqal yandırmaq da bizə düşər. Bütün uşaqlar yığır, çərşənbə Artıq yer gəlir. gəlmişəm, bu axşam desən çərşənbə axşamı. Bu axşam yox, gələn axşam çərşənbə axşamı. Hə, çərşənbəniz də inşallah mübarək olsun. İnşallah, Bayramlarınız inşallah. üzünüzə xoş gəlsin. O ocağı məhəllədə uşaqlar yığıb, sadəcə bir kibrit çəkmək lazımdır. Bəli. Bu od ocağı dediyim kimi bayaq Kəlbəcərdən, o şairlərdən, təbiətindən, şəlaləsindən, gözəlliklərindən toplamışdım. Amma tələbəlik illərində bir kibrit çəkən oldu. Növbəti tətillərin birində getməliyik məzuniyyətə, tətilə 10-15 günlük. Bir nazla böyrümdən keçdi ki, nə olub, niyə belə qanın qaradı? Bilirik niyə qaradı. Deyirəm ki, tezliklə gedirik də rayona, ən azı 10 gün görməyəcəm səni. İndi güya təsəlli vermək üçün dedi ki, 10 gün görməyəcəksən, unudacaqsan. Əslində bu sevgi deyil, bu öyrəşməkdir. Daha yaxşı təsəlli alaraq getdim rayona, amma çox xəyanət olmasın. Çox təəssüf ki, o gözəl, indi həsrət qaldığımız o Kəlbəcər də məni ovundura bilmədi. Dedin, görmədikcə unudacaqsan, təsəlli alırdım sözündən sənin. Bilmirdim, daha çox yandıracaqsan, aralı olduqca közündən sənin. Yaman darıxmışam sənin üçün yenə, elə bir həsrətəm illərdir sənə. Yaxşı ki, xəyalın yaxınmış mənə, şirin misalından, özündən sənin. Unut demə mənə, ay qadan alım, adilin bəxtinə pay qadan alım. Göz yaşım yaradar, çay qadan alım, hər kənar düşəndə gözündən sənin. Hə, təəssüf ki, o Kəlbəcər də ovundura bilmədi, qayıtdıq, gəldik, qovuşduq. Allah həmişə sizi sevdiklərinizə qovuştursun. Amin, amin. Sevgi Düşünürəm gözəl ki, şeydir. illər öncəsindəki həsrət artıq yerini sevgi ilə alıb. Kəlbəcər də, Laçın da, Qubadlı da, Xankəndi də, Şükürlər olsun. Xocalı da, bütöv Qarabağ Azərbaycandır, Füzuli Azərbaycandır. Ona görə düşünürəm ki, həsrəti artıq sevgi ilə əvəzləyək. Qoymuşam kənarlarını. Qoyun həsrəti kənara. İnşallah. Əzələbədə torpaqlarımız elə hər zaman olduğu kimi bizim yanımızdadır. Bizimdir və Oranın Qarabağ gözəlliklərini Azərbaycandır. tərənnüm eləmək Ali istəyirəm. Baş Komandan demişkən nida işarəsi Bəli. və bu hər zaman da bu cür olub. Fəzal müəllim, illər öncəsində ustad-şagird mövzuları var idi, hansı ki, ənənəvi yanaşmalar. Ustad-şagird ənənəsi bugün əvvəlki kimi yaşayırmı, yoxsa müəyyən dəyişikliklər varmı sizcə? Valla bizim gözəl şairimizə təşəkkür edirəm, o gözəl poeziyasına, gözəl şeiriyyətinə görə. Biz bilirik ki, şair insanlar, yəni şair təbli insanların ürəyə qəlbi dolur, amma Adil müəllim də daha dərin imiş. Bəli, Ona görə də böyük hörmətlə, rəğbətlə qulaq Mən asırdım. fikir verirdim, diqqətlə dinləyəcək Qulaq Adil asırdım. müəllim. Çünki Kəlbəcər torpağı Azərbaycanımızın elə bir bölgəsi, elə bir regionudur ki, orada böyük sənətkarlar, orada böyük azman müxtədir sənətkarlar və xalqımıza, millətimizə bəxş etmiş gözəl o sənətkarları bəxş edir və bütün Azərbaycanımızın bütün bölgələrində də var və təbii ki, orada da o ab-hava, dağ ab-havası var, orada bir yaşıllıq var, təmizlik var, saflıq var, füsunkarlıq var və təbii ki, şairin də təbə gəlməsində, şairin də ilham alması nə ilə bağlıdır? Birinci o təbiətlə və onun da ən azından yazmağa Adil müəllim öz demişkən haqqı yoxdur. O ki, qaldı sizin sualınıza, yəni siz bilirsiniz ki, Azərbaycan milli mədəniyyətinin, xüsusilə də Azərbaycan milli musiqisinin iki böyük sütunu var. İki böyük sütunu var və bizim milli musiqimiz, milli musiqi mədəniyyətimiz o iki sütun üzərində bərqərar olur. Onun biri aşıq sənətidir, aşıq mis, bir də muğam sənətidir. Və bugün çox şükürlər olsun ki, mən çox şadam ki, bugün hər iki Azərbaycan milli musiqisinin sütunu olan muğam sənəti də, aşıq sənəti də bizim hər zaman mədəniyyətimizin, incə sənətimizin keşiyində müsəlləh əsgər kimi tanınan bizim hörmətli birinci xanımımız Mehriban xanımın səyi nəticəsində həm aşıq sənəti, həm aşıq sənəti, bəli, həm də muğam sənəti, sonra bizim Novruz bayramıdır, sonra Azərbaycan kəlağayısıdır, tar ifaçılığıdır. Bunlar hamısı UNESCO tərəfindən qəbul olunur və təbii ki, bir xalq olaraq, bir millət olaraq biz də bundan qürur duyuruq. O ki, gəlirik aşıq sənətinə. Aşıq sənəti Türk xalqının, Türk millətinin qədim tarixə malik olan bir nümunəsidir, bir mədəniyyət nümunəsidir. Və mən həmişə deyirəm ki, saz Türkün mahiyyətidir, saz Türkün kimliyidir, saz Türkün soyudur, keçmişidir. Çünki Türk xalqının bir əlində qılıncı olub, bir əlində saz olub. Qılıncdan keçib saza, sazdan keçib qılınca. Və görürsünüz, əvvəldə siz təqdim eləyə, mən onu da dedim ki, hər zaman sizə
saz əhval-ruhiyyəsi arz edirəm. Adam adamdan soruşanda da deyir, necəsən? Deyir, ya saz kimiyəm? Ya da deyir, orada bir inkar şəkilsi, nasazam. Nasazam. Bu qədim əski türkçədən gəlmə bir şeydir ki, hətta o vaxtı o oxuyanlara, çalanlara, müğənnilərə sazəndələr deyirdilər. Yəqin ki, rast gəlmişsiniz, sazəndələr deyirlər. Və bugün də çox şükürlər olsun ki, Azərbaycan aşıq sənətində böyük bir inkişaf var, böyük bir intibat devri var, böyük bir tərəqqi var və təbii ki, ilk növbədə bunun mütləq şəkildə dövlətimiz tərəfindən buna göstərilən o qayğının bariz nümunələri bugün özünü göstərməkdədir. İstər bizim təhsilimizdə, istər Azərbaycan aşıq sənətində olan bizim o sənət adamlarının digər xarici ölkələrdə və Azərbaycanda mötəbər tədbirlərdə iştirakı, o dırnaqarası aşıqlardan mən danışmıram. Onların bir aidiyyəti yox. Çünki onlar bütün zamanlarda olub, bugün var, sabah da olacaq. Necə ki, o mədəni, belə deyək də, mədəniyyət tarixi nəzəriyyəsində belə bir yanaşma var, bölmə var. Bir var kütləvi mədəniyyət, kütləvi musiqi. Bir də var elitar mədəniyyət, elitar musiqi. Çox təəssüflər olsun ki, hər zaman o kütləvi mədəniyyət, kütləvi musiqi o elitar mədəniyyəti, elitar musiqini üstələyib. Amma onlar, mən həmişə ona deyirəm ki, onlar fəsil malları kimidir. Mandalindir, apensindir və s. Fəsildə gəlir, 4 aydan, 3 aydan sonra yoxa çıxır. Olmur. O dediyim, o hansı ki, o iştirik elədiyim onlara aiddir. Amma əsl sənəti yaşadanlar, əsl sənətə hörmətlə, belə rəğbətlə yanaşan bizim gözəl sənətkarlarımız var və bugün də sizin dediyiniz o ustad şəhər ənənəsi ki var. Bu vaxtı ilə, zaman etibarı ilə bir insan, bir gənc hansısa bu sənətin sirrini öyrənmək üçün bir ustadın yanına gedirdi və ustaddan o sənətin sirlərini öyrənmək üçün aylarla, illərlə onun evində qalırdı. Hətta bu da reallıqdır və onun evində qalıb işləyirdi. Həm sənətin sirlərini öyrənirdi, həm də onun evində qalıb işləyirdi. Bu həvəs deyil, bəs nədir? Yəni, Ayşə, bu təsəvvür edin, o sənətə olan məhəbbət, sevgi, hətta yəni ustadın dediklərini, bütün o əziyyətlərinə, zəhmətlərinə qatlanır, sənətin sirrini öyrənmək üçün hətta ustad nə deyirsə onu eləyirdi. Bugün çox şükürlər olsun ki, artıq o forma dəyişib, ənənə yerində forma dəyişib və bu günləri çox şükürlər olsun ki, artıq ali təhsil müəssisələrində, orta ixtisas məktəblərində aşıq sənəti tədris olunur. Mən özüm dram rejissorluğunu bitirmişəm, yəni sırf rejissoram, dram rejissorluğunu bitirmişəm Mədəniyyət və İncəsənət Universitetində. Amma bizim Mədəniyyət və İncəsənət Universitetində, qısa danışıram, bilirəm, vaxtımız azdır. Bizim Mədəniyyət və İncəsənət Universitetində bu aşıq sənəti ixtisasını bizim Allah can sağlığı versin, bizim gözəl sənətkarımız Əhlman müəllim, Aşıq Əhlmanla bir yerdə, yəni o vaxtı 2000-ci ildə bu ixtisas bizim universitetdə, yəni öz təməlini qoydu, bünövrəsini qoydu və çox gözəl ustad şəhid ənənəsi artıq keçdi müəllim tələbə. Necə ki, ali təhsil müəssisələrində müəllim tələbə ünsiyyəti, müəllim tələbə rabitəsi var və bugün Mədəniyyət və İncəsənət Universitetində bizim gözəl müəllimlərimiz çalışır və ustad şəhid ənənəsi dediyim kimi artıq müəllim tələbə ənənəsinə çevrildi və artıq 2011-ci ildən bizim Mədəniyyət və İncəsənət Universitetində Aşıq Sənəti Kafedrası artıq fəaliyyətə başladı və bu günləri Mədəniyyət və İncəsənət Universitetində bakalavr üzrə, Aşıq Sənəti ixtisası üzrə bakalavr, magistratura, doktorantura artıq bizim gözəl istedadlı tələbələrimiz, savadlı tələbələrimiz müraciət edir və yer gəlmişəm, onu da deyim ki, bizim müəllimlərimiz yeganə ali təhsil müəssisəsidir ki, həm onların fəxri adları var, həm elmi adları var. Yəni, burada tək oxumaq, tək ifanı göstərmək, istedada malik olmaqdan əlavə, həm də elmi potensialın olmalıdır, elmi təfəkkürün olmalıdır, elmi düşüncələrin olmalıdır. Əslində sözünüzə qüvvət, elə istər muğam sənəti, istər saz sənəti, aşıq sənəti dövrünün ən çiçəklənən dövrünü yaşayır, ən çiçəklənən məqamını yaşayır. Elə sizin də qeyd etdiyiniz kimi, dövlət səviyyəsində bu milli ənənələr hər zaman diqqət göstərilib, qayğı göstərilib və günü bugün də hər zaman diqqət mərkəzində olan mövzulardandır. Siz də bu sahənin xası kimi, pedaqoq kimi, eyni zamanda əməkdar müəllimi kimi öz töhfələrinizi verməyiniz bu çox gözəl bir haldır. İstər tədris proqramında, istər televiziya vasitələrində təbliğat istiqamətində danışacağıq. Gözəl mövzularımızdan, məlahətli avazlardan ruhumuz feyziyab olacaq, amma qısa reklam fasiləmizdən dərhal sonra.
gözəl notları davam eləməliyik. Apardın Fəzail. Baş üzr hesab edən Adil müəllim. Apardın. Fəzail müəllim kimi aparmır ki, Qoymursan ki, aparır, yaxşı bütün ya. hamını, sevənləri aparır. Bizim şair İsmail Xətailin bir yaxşı gözəl saz haqqında bir bənd şeir yadıma düşdü. Deyir ki, bu gün əlimə almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım. 4 şey vardır hər qarındaşa lazım. Bir elm, bir kəlam, bir nəfs, bir də saz. Ona görə də bu kişinin xəmri, ana laylası bu sazdır. Ona görə durdu. Təşəkkür edirəm və bilirsiniz, bax belə ortam olanda həqiqətən adam xoşuna gəlir. Mən o bəzi verilişlərə gedirəm, düzdür, dostlarımızdır. Bəzən görürsən ki, elə fərqli formatda, fərqli formada belə mövzulardan danışır. Heç bizim aidiyyəti yoxdur da, bizə aidiyyəti yoxdur. Bizim sənətimizdən danışaq, mədəniyyətimizdən danışaq, incə sənətimizdən danışaq. O şeydən danışmazsan ki, o şey qıt ola. Bəli. Aydındır mı? Burada boldur. Ay, burada tamamilə boldur. O da sizin və danışmaq sayənizdə, o da lazımdır. sizin Məncə elə sayənizdə. saz söz davam eləyir. Mən sizdən xahiş edəcəm, plandan kənar. Aha. Mən bu mikrofonu tutum sizin üçün. O da bizə dəqiqə. Hə, onda bircə dəqiqə dedi. Uyğun bildiyiniz bir ifanı xahiş edəcəm sizdən. Adil bəyin isə plandan kənar gözəl bir şeirini istəyəcəm. Fəzail müəllimdən xahiş eləmişiksə, Fəzail müəllim bizim xahişimizi yerə salmaz, hə Adil müəllim? Qoy öz sazını kökləsin, əhvalımız da, enerjimiz də, elə sazımız da saz kimi olsun. Musa bəy, siz də qoşula bilərsiniz bizə istəsəz. Gözəl şeirlərinizdən, gözəl avazlarınızdan siz də səsləndirə bilərsiniz bizim üçün. Fəzail müəllim bizə icazə verdiyi ilk saniyədən, ilk dəqiqədən Adil müəllim bədahətən, hə Adil müəllim? Bədahətən də ola bilər, amma qüsur olmamaq üçün gəlin olanlardan deyir. Gəlin. Mən əslində düşünürəm ki, həqiqətən də hisslərinizi gizlətməməyiniz, qol qaldırıb rəqs eləməyiniz çox gözəldir. Çox gözəl bir nüansdır həqiqətən də. Qəlbinizin ən dərinindən gəldiyi dərhal hiss olunur, dərhal bilinir. Əslində məhəbbət, sevgi şairi olmaq, mən düşünürəm ki, sizin o içinizdən həvəslənən ilhamdandır. İndidən sonra siz ancaq məhəbbətdən yazın, sevgidən yazın, gözəllikdən yazın, həsrət olmasın. Bayaq reklam fasiləsində sizin şeirlərinizi vərəqləyirdim. Onda gördüm ki, hər biri, hətta 20 yanvar şəhidlərini yad eləmişsiniz, Xocalı şəhidlərini yad eləmişsiniz, Hökümə xanımın, bəli, milli qəhrəmanımız Hökümə xanım Əliyevanın. Poeziyasının qarşısında saz da dözmədi, sındı sındı. Deyir ki, Fəzail müəllim, deyir, Adil müəllimin sözlərinin qarşısında sazım da dözmədi. Sazı simi də dözmədi. Simi də O dözmədi. saz çox ağır məclislər yola salıb, elə deyil. Orada durum, həm orası tutum, həm özüm deyim. Gəl. Sizin mikrofon var. Sizin mikrofonunuz var. Bəli, əziz saz söz həvəskarlarım. Bildiyiniz kimi Bakıda yaşayıram. Bir səhər durdum ki, duman, çiskin, yüksək binalı, yüksək mərtəbəli binaların üstünü elə alıb ki, gözə heç nə dəymir. Bakı hara, duman hara, mən hara, mən niyə buradayam? Dedim, göynərdi həsrətdən burnumun ucu. Duman, çiskin, çən yadıma düşəndə. Necə oldu, şəhərə qonaq gəlmişsən, səhər tezdən mən yadıma düşəndə. Neçə dərə təpə düz keçib gəldin. Salmadın bir ləpir, iz keçib gəldin. Səni tənha qoyub, biz köçüb gəldik, sən isə gəldin mən yadıma düşəndə. Kürk əvəzi geyinərdik səni biz. Dağ aşardıq, yoldaş edib çəni biz. Çətin görək o yerlərdə səni biz. Yada sal, hərdən yadıma düşəndə. Adil, dağın öz ləzzəti var idi. Kəlmə hökmü, söz ləzzəti var idi. Ocaq dadı, köz ləzzəti var idi. Düşər saça dən yadıma düşəndə. Düşər saça dən yadıma düşəndə. Şükürlər olsun ki, bugün vətənimizdəyik. İnşallah ki, daha abad olanda orada yaşayıb, onun gözəlliyini tərənnüm eləmək arzusu ilə. Çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Musa müəllim, sizin bəlkə bir arzunuz olar. Hər kəsə qismət olmur ha, Fəzail müəllimin sazının fonunda, gözəl sözlər.
o sədalar altında bu cür sözlər ifadə eləmək hər kəsə qismət olmur. Sizin də arzunuz varsa buyura bilərsiniz, biz gerçəkləşdirə bilərik. Fəzali müəllimdən xahiş eləyib. Allah bütün valideynlərin canı sağ eləsin. Amin. Bizi, mənim burada valideynimi izləyir. Allah bütün valideynlərin canı sağ eləsin. Bütün valideynlər bizi istəyir. Amin. Onların sağlığını mən istəyirəm ki, bir ana şeiri səsləndirəm. Buyur, mən də gedim Fəzali müəllimin diz yanına. Olsun. Deyir, ana bir mirvaridir, dünya ona sədəfdir. Anaların ayağını öpmək belə şərəfdir. Kim ana zəhmətini itirsə naxələfdir, nə qədər ödəsək də o heç zaman tükənməz. Heç bir şeylə həyatda ana haqqı ödənməz. Anadır haram qatan gecələr yuxusuna. Laylası bənzər olar, lap Quran sədasına. Öz boğazından kəsib verər öz balasına. Az qalsa da səsini yenə çıxarıb dinməz. Heç bir şeylə həyatda ana haqqı ödənməz. Körpənin ondan özgə isti çırağı olmaz. Onun anadan özgə sığınacağı olmaz. Anasız olan evin yanan ocağı olmaz. Anası olan evin heç vaxtı çırağı sönməz. Heç bir şeylə həyatda ana haqqı ödənməz. Nə qədər ki nurludur, analıdır evimiz. Sağlığında qədrini bilək biz hər birimiz. Geri dönməz o ötən analı günlərimiz. Keçmiş günlər bir daha heç zaman geri dönməz. Heç bir şeylə həyatda ana haqqı ödənməz. Mən bu şeylə son olaraq bir kuplet də əlavə eləmişəm. Deyir ki, ağaran sasından xına yax, anam. Ağaran sasından xına yax, ana, o qara tellini rahat görün mən. Cənnət anaların ayaq altdadır, sənin ayağının altda ölüm mən. Sənin ayağının altda ölüm mən. Qarşında baş eyləm, anacan. Mənə indiyənə qədər mənə çox dəstək olubdur, hər yolunda mənə. Çox təşəkkür edirik. Ananızın adı nədir? Cəmilə xanım. Cəmilə xanım, öpürük əllərinizdən, gözlərinizdən. Bütün anaların qarşısında baş əyirik, bütün valideynlərin qarşısında baş əyirik. Təşəkkürümüzü bildiririk hər birinizə. Musa bəy sizə, Adil müəllim sizə. Sağ olun, sağ olun. Fəzali müəllim sizə, sizə. Efirimiz davam edir, hələ davam edir. Reklama düşür. Yox, heç ara getmirik. Mikrofon sizin. Bu bizim qardaşımız yaxşı bir şeirdir. Allah bütün analara can sağlığı versin. Rəhmət edin, Allah rəhmət eləsin. Allah dünyasını dəyişmiş analara rəhmət eləsin. Çünki bir şeir yadıma düşdü. Çünki nəyə görə dedim? Hüseyin Arif'in bir şeiri var. Deyir ki, elə ki balalar gəlir dünyaya, o gündən hey ölçü biçir analar. Mahnı da oxuyur, şeir də qoşur, bəstəkar analar, şair analar. Unudub illərin yorğunluğunu, həyatda dinçliyi, evdə yuxunu, sevincin azını, qəmin çoxunu, yükün ağırını çəkir analar. Hüseyin, özüm də bilmirəm niyə. Başımın tüstüsü çəkilir göyə, torpaq mı anasız qalmasın deyə. Torpağın qoynuna köçür analar. Ona görə görürsünüz, biz həmişə vətənə də ata vətən demirik. Həmişə deyirik, ana vətən deyirik. Hətta gör şair nə bənzədir ki, vətən də, torpaq da anasız qalmasın deyə torpağın qoynuna köçür alanlar. Bütün analara Allah can sağlığı versin, analarımızın qarşısında baş əyirik. O deyir, bir söz var, deyir ki, bugünün qızı sabahın anası, sabahın anası, o biri günün nənəsi. Çox belə maraqlı bir... Olsun, təbii Allah bütün qızlarımıza ana olmaq, nənə olmaq qismət eləsin. Və təbii biz bir xalq olaraq, bir millət olaraq həmişə mən çox sevindirəm ki, həmişə ağ saqqallarımıza, ağ birçəklərimizə böyük hörmətlə yanaşırıq. O bəzən bir yerdə bizim bir mübahisəmiz düşmüşdü. Biz qonşu xarici ölkələrin birində bir nəfər dedi ki, bəs mən sizin Azərbaycanda bir toyda oldum. Siz orada belə bir ifadə işlədirsiniz ki, deyirsiniz ki, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. Amma bu, dedi, məntiqsiz bir şeydir. Yəni, Allahdan uca nə var? Yəni, bəşəriyyəti xəlq eləyən... Allah Teala. Dedim, biz onu o mənada demirik. Birincisi, siz də yuxarı baxıb deyirsiniz ki, Allah sən özün kömək ol. Amma əslində o da məntiqsizdir. Heç kim deyə bilməz, Allah göydədir, sağdadır, soldadır, hər yerdə ola bilər. O məntiqsiz bir yanaşmadır. Amma biz o baxımdan deyirik ki, zaten bizim Allahımız həmişə başımızın üstündədir və biz ona görə deyirik ki, ağsaqqalsız yerdə o baxımdan deyirik ki, yəni bizim hər zaman ağsaqqala böyük hörmətimiz var, ehtiyacımız var, tələbatımız var. Özbəkistanda
təsəvvür eləyin, bax bir 20-30 nəfər gənc oturub belə tanımırlar, ağsaqqalı tanımırlar. O restoran mı deyək, nə bilim, ictimai bir yer mi deyək, oradan bir ağsaqqal keçəndə təsəvvür eləyin Günar xanım, hamısı qalxır ayağa, hamısı da təzim edir ki, əssalam əleykum. Bəli, elə də Təsəvvür olmalı. eləyin, bax bu tanımırlar ha. Bəli. Mən istəyirəm ki, bax bu ənənə, bu hörmət, bu ehtiram nəsildən nəsilə keçsin. Baxmayaraq ki, bu gün elə bir zamanda, elə bir dövrdə yaşayırıq ki, deyir Avropa dəyərləri, Avropanlar, orada elə gözəl dəyərlər, ənənələr var ki, onlar yaşayır. Amma özümüzün də gözəl ənənələrimiz var ki, onlara inteqrasiya elətdirək. Bəli, onları öz kökümüzə qaytaraq. Qardaşımıza görə çox sağ olun. Çox təşəkkür edirəm. Əyləşmənizi rica eləyəcəm dostlar. Əyləşmənizi rica eləyəcəm. Təşəkkürümüzü bildirəcəm Fəzal müəllim sizə və proqramımız qaldığı yerdən davam edir. Elə Musa bəyin şeirindən sonra elə Musa bəyə fikirlərimi, suallarımı səsləndirmək istəyəcəm. Yazmaq eşqi, bu yazmaq həvəsi, yazmaq vəhi həyatınıza necə daxil oldu? Yəni bu sonradan mı gəldi, yoxsa özünüzü tanıyandan mı yazmaq eşqi var idi sizdə? Açığı deyim, mənim valideynlərim məni ən çox həkim olaraq görmək istəyirlər və mənim tibb universitetində təhsil almamı istəyirlər. Ancaq, belə deyim, mən 15 yaşımda şeir yazmağa başlamışam, əlimə qələm almağa başlamışam və hal-hazırda 24 yaşım var, düzdür. Olduqca gəncəm, olduqca çox şey bilmirəm və öyrənirəm, mütaliə edirəm, oxuyuram. Bəzi şairlərimizin sözlərini, əsərlərini oxuyub daha da yaxşı olmağa, necə deyim, addım atıram. Bəli, öz üzərimdə çalışıram. Valideynlərim məni həkim olmaq istəyirdi, həkim olmamı istəyirdi və məni hazırlığa da qoydular, məktəbə də göndərdilər, ancaq alınmadı. Alınmadı, amma heç vaxtı, necə deyim, öz arzumdan əl çəkməmişəm. Hər zaman, necə deyim, bir şey alınmadısa, mənim üçün, onun daha yaxşı üzərinə çalışıb, daha yaxşı eləmək istəyirəm. Və şükür Allaha ki, bəlkə də Allah qismət edib deyə alınmayıbdır. Və indiki vaxtda mənim burada durmağımın həm mənim, həm də ki, valideynlərimin böyük bir əməyi var burada. Daha sonra 15 yaşımdan əlinə qələm aldım və başladım kiçik şeirlər yazmağa. Həmin vaxtda ilk addımlarında insan çox şey bilmir və başlayırsan mütaliə eləməyə, oxumağa, öyrənməyə və ilk kitabımı 2023-cü ildə yazdım. Mənim hekayəm adlı kitabımdır. Orada ilk olaraq öz həyatımdan yazmağa başladım. Yəni, öz keçmə şəkli İlk yazdığınız hekayə cümlə məhz o dönəmdən mi başladı? Bəli. İlk olaraq 2023-cü ildə yazdım. Həmin vaxtda mənim elə 23 yaşım vardı. Yox, 21 yaşım vardı. 21 yaşımda yazdım, üzrü sayın. Səbət bu kitabdan gedir? Bəli. O kitabı yazdım və başladım öz keşməkeşliyi, öz çətin günlərimdən yazmağa. O kitabı həm motivasiya tipli, belə deyim, deyə bilərəm, izləyicilərə çatdıra bilərəm ki, həm motivasiya verir insana, həm də ki, insanı bəzən keçmişə aparır. Keçmişdə o yaşadığımız günlər, o çətin dönəmlər və şükür Allaha ki, Allah da bizə qismət elədi, mənə qismət elədi, özümü toparlaya bildim, özümdə güc yaratdım, özümə motivasiya verdim və indiki vaxtda nə xoş ki, belə gözəl sənətçilərin yanında, sizin kimi gözəl bir aparıcının yanında bu da bir bəhsdir sizin üçün sözsüz ki, bu da bir növbəti dərs xarakterli bir həyatın bizə verdiyi bir töhfədir, paydır, təcrübədir sizin üçün, bizim üçün. Bayaq qeyd elədiniz, elə efrin ilk dəqiqələrdə ki, 4 kitab müəllifisiniz. Həmin kitablar haqqında istəyəcəm. Mənim hekayəm haqqında danışdınız. Mənim hekayəm haqqında danışdım. Mənim bir şəhid kitabım var, Əbədi Samalarda, şəhid polkovnik Emin Nəzrovun adına yazılıbdır. Həmin hadisədə mənim hekayəm kitabının dönəmində o şəhid ailəsindən tanış olduq. Əsas ideyası şəhidlərlə bağlı. Bəli. Əsas ideyası 2021-ci ilin dekabr ayında Dövlət Səhiyyə Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb və orada 12 şəhidimiz dünyasını dəyişir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirəm. Və həmin o helikopterdə polkovnik də olub, mayor da olub, kapitan da olub, leytenant da olub və mən bunların adını uca tutmaq üçün birindən istifadə edib bütün 12 şəhidin adından orada kitab yazmışam. Onu gətirmək qismət olmadı. İnşallah növbəti verilişlərdə inşallah gətirərəm. İnşallah. Sizin bir kitabınız var, daha çox məşhurlaşan, Qovuşmasaq da ayrılmayaq. Qovuşmasaq da ayrılmayaq. Yenə deyirəm, Azərbaycanda çox təəssüf edirəm ki, şəhid kitabları oxunmur. Və bunu oxucu kütləsi var. İnsanlar daha çox... Yəni bu şəhid sevgisinə mi yazılan bir kitabdır? Bəli. Dedektiv janrda oxunan kitablar var. Belə deyim, dram janrlarında oxunan kitablar var, amma şəhid mövzusunda yazılan kitab yoxdur. Kitabın ilk səhifələrində, başlanğıcında görəsiniz ki, mən orada bir şəhidin şəhid olma anını canlandırmışam, yəni onun hiss elədiyi və onun öz arzuları olubdur, istəkləri olubdur, sevdiyi insan olubdur
Və oradan başlamışam daha sonra içinə başqa bir hekayədə, başqa bir roman qatmağa, başqa bir hekayə qatmağa. Ki onsuz da insanlar şəhid kitabına yaxın durmurlar. Bəli. Amma o kitabını oxusalar, azdan çoxdan bir şəhidin şəhid yarını tanıya bilərlər. Bir şəhidin necə şəhid olduğunu, necə hisslər, arzuları, istəkləri, onu sevənləri hansı hallar yaşayır, onları necə deyim, azdan çoxdan şahid olarlar. Bəs ilham və yaxud da ideya necə yarandı? Sırf qovuşmasaq da Qovuşmasaq da ayrılmayan kitabı əsasən orada bir sevgi hekayəsindən gedir. Azərbaycanda bir çox sevgilər var ki, həm yarım qalır, həm də ki, insan, belə deyim, həm sevda, həm həsrət. Psixoloji olaraq travma çəkir. Mən o kitabımda həm təsəlli verirəm, həm də ki, insanların deyə bilmədiyi və yaxud görə bilmədiyi nöqtələrə göstərirəm. Bəs mənə çox maraqlıdır. Bu müəyyən qədər sizin öz həyatınızı əks elətdirmir təsadüfən? Elə oxucuların mənə ən çox sual verdiyi odur. 8 fevral mənim imza günüm olmuşdu və oxucularla görüş olmuşdu. Bərdə rayonunda səhv eləmirəmsə. Bərdə rayonunda biri oldu, Ağdamda, Bakıda biri oldu. Bərdə rayonunda oxucularla görüşünüz oldu, sosial şəbəkədən görüşdünüz. Bəli. Oxucularla görüş oldu. Oxucuların mənə ən çox verdiyi bir sual oldu ki, öz həyatınızdan yazmısınız. Mən o kitabı yazanda həqiqətən də kiminsə həyatını bəhs eləməmişəm. Amma kitabı yazıb ərsəyə gətirdikdən sonra onu alıb oxuyan oxucular artıq dedilər ki, eynən mənim həyatımı yazmısınız. Və onda mən düşündüm ki, bir insan həyatını dinləyib qələmə almaq asandır. Amma bir insanın yaşanmış olduğu bir yaşayıb yazmaq, bir yaşandığını bilmədiyin bir hekayəni yazıb kiminsə həyatını vəsf edirsən, o başqa bir hissdir. Eynən. Bəs sizə bu yolda kitabların ərsəyə gəlməsində motivasiya qaynağınız, dəstək olan, fərq eləmir burada mənəvi, maddi, kimlərsə oldu mu? Mənim birinci atam oldu. Atam. Ən böyük dəstək olan oldu. Çünki mənim elə olur ki, həqiqətən də kitab çıxarmağa pulum çatmayıbdı. Atam öz cibindən, ola bilsin, onun ehtiyacları var, ödəməyibdi, öz cibindən mənim kitabımı ödəyibdi. Yəni, mən indiyənə qədər 2 mükafat sahibi olmuşam. Keçən ildən bu ilə qədər də ən çox satılan müəllif olaraq ilin gənc yazarı olmuşam. Və həqiqətən də mən nə qədər uyğur qazansam da, nə qədər onu tanıtsam da, onun qabağında borcumu ödəyə bilmərəm. Bir övlad, bir valideynin fəxri olaraq onun borcunu ödəyə bilir. Bəli. Amma mən nə qədər onun fəxri olsam da onun borcunu ödəyə bilmərəm. Məncə atanıza da bir təşəkkür eləməliyik, efir vasitəsilə adını çəkib. Təşəkkür edirəm, çox sağ olsunlar, var olsunlar. Adı nədir atanızın? Mehman bəy. Mehman bəy, mən atamın da adı Mehmandır. Bütün atalara təşəkkürlərimizi bildiririk. Allah onları başımızın üstündən var eləsin, əski eləməsin. Allah rəhmətə gedən valideynlərə yəni rəhmət eləsin. Deyirlər qulaqçığıma ki, reklama çıxmaq vaxtı deyil. Bəlkə söz sizdəykən sizin gözəl şeirinizlə çıxaq bu dəfəki reklama. Bizim bir sevgi şairimiz var, Nüsrət Kəsəməlli. Onun çox gözəl bir şeiri var. Deyir ki, əl açıb qarşında dua edirəm, ucalardan uca bilirəm səni. Saxla öz ruhumun yanında Allah, bir də bu dünyaya gətirmə məni. O şeirdən ilhamlanıb belə bir şeir yazmışam. Deyir, önümdə çiçəkli bağ görəcəmsə, eybi yox, keçilməz dağ görəcəmsə, atamı, anamı sağ görəcəmsə, vallah bu dünyaya bir də gələrdim. Mənə pis çalsa da həyat zəngini, yenə də dözərəm versə dərdini. Sevdiyim nigardan görsəm sevgini, vallah bu dünyaya bir də gələrdim. Nuranə təbəssüm açsa üzümdən, günəş tək bir sevinç satsa üzümdə, kədər də baş alıb qaçsa üzümdə, vallah bu dünyaya bir də gələrdim. Gözəl keçirərdim bahar, yazımı, min şükür deyərdim çoxum azımı, xoşbəxt görərəmsə oğul qızımı, vallah bu dünyaya bir də gələrdim. Vallah bu dünyaya bir də gələrdim. Təşəkkürlər. Bahar gəlib, gedib qoymadığın dizimdən danış. Oğul qismət olsa bari mən əvəz, ona həsrət qalan gözümdən danış. Bugün şeirdən boluq, bugün poeziyadan boluq, sənətdən boluq maşallah. Elə həm şeir istiqamətində sənətdən, həm də sənət əsərlərindən boluq. Fatimə xanım, istəyəcəm mikrofonu daha yaxın götürəsiniz və rəssam dizayner, eyni zamanda pedaqoq dostumuz Fatimə xanım Səlimovanın cəmi bir neçə dəqiqəyə xoş sabaha özəl hazırladığı bu sənət əsərini siz dəyərli izləyəcəyimizə göstərəcəyik. Elə səhər-səhər bir fincan çay, yanında da gözəl bir çiçəklə günümüzə başlayaq. Çox təşəkkür edirəm gözəl sənət əsəriniz üçün. Təşəkkürümüzü bildirəcəyik. Şərhiniz varsa həm əsərə, həm sənətə fikirlərinizi buyurun.
Çox gözəl şeirlər səsləndirildi. O şeirlərin sədası altında rəsm çəkmək mənə də zövq verdi. Burada əsasən açıq rənglərdən, açıq tonlardan istifadə etdim. Səhər saatlarını ifadə etmək istədim. Və mənə görə bu şəkil insana huzur verir, sakitlik verir. Səhər deyəndə də ağlıma ilk olaraq bunlar gəldiyi üçün belə bir rəsm. Çox gözəldir həqiqətən də. Ümumiyyətlə dünya üzərindən, bu daha çox natürmort sayılır, düzdür? Bəli, natürmort dünya sayılır. üzərindən daha çox hansı rəssamların işlərini bəyənirsiniz? Həm dünya, həm yerli rəssamlardan. Bəli, mən ümumiyyətlə araşdırmağı sevən biriyəm. Rəssamları çox araşdırıram, onların həyat hekayələrini oxuyuram. Çox təsirlənirəm və bundan da ilham alıram, belə deyim. Əsasən Van Gogh, Salvador Dali. Van Gogh. Van Gogh. Heç o natürmort çəkməyib amma. Natürmort çəkməyib, Heç natürmort çəkməyib. Onun həyat hekayəsi. Sürrealist sayılır da onun əsərləri daha çox. Xeyr, Van Gogh'un. post-impresionizm sayılır. O əsasən həyatı mənə çox təsir edib. Çünki 27 yaşından başlayıb rəssamlığa, 27 yaşına qərar verib və sonradan çox çətin həyatı olub. Bilirsiniz yəqin ki, bipolyar xəstəliyindən əziyyət çəkib və o əsərlərin çoxunu da həmin mərkəzdə yaradıb deyə mənə çox təsir edir hekayəsi. Salvador Dali'nin bir çox əsəri var ki, məsələn, o sürrealizm üslubunda işləyib daha çox. Məsələn, fillər əsəri böyük bədənli bir fil təsvir edir və ayaqları çox nazikdir. Burada gücü təsvir edir, lakin gücün sabit olmadığını bildirir rəssam. Yəni, bu ideyalar sürrealizmin əsas banisi sayılır da. Ümumiyyətlə, Salvador Dali mənə çox təsir edir. Və sizin daha çox çəkməkdən zövq aldığınız janrlar hansı janrdır? Məsələn, Mən ilkin olaraq portretdən burada mən başlamışam. nə görürəm? Sevgi görürəm. Bəli. Günəş doğulması görürəm. Onlar elə tutanda günəş doğulur kimi görürəm. İndi keçən dəfə bizim bir rəssam qonağımız gəlmişdi. O da çox gözəl, mükəmməl əsərlər ərsəyə gətirdi. Mən başqa şeyə baxdım, gördüm. Qonaqlarınız başqa şeyə baxdı, gördü. Hərənin bir baxış bucağı var. Məsələn, bu rəsm əsərində qonaqlarımız nə görür? Fikirləriniz maraqlıdır. Təzəl müəllim, nə görürsünüz? Adil müəllim, Musa bəy. Və təbii ki, mən xanımın adı necə oldu? Fatimə xanım. Fatimə xanımın doğrudan da yəqin ki, bu əl işləri də xanımındır. Bütün əsərlər Fatimə xanımın Maşallah, maşallah. Allah həvəsini hər zaman bol eləsin inşallah. Orada da siz dediyiniz kimi təbii ki, birinci orada günəşin doğmasıdır və orada da yəqin ki, bir aşiq, bir məşuqdur, sevilən və onların əlinin bir yerə siz demişkən, yəni təkrarçılıq olmasın. Yəni eyni görürük. Eyni görürük və başqa fikirdə söyləmək olar. Yəni onu da demək olar ki, yəni iki sevən kəs bir yerdə olanda həqiqətən onların günəşi doğur. Hər zaman da xoşbəxtlik, o nə bilim, nur və s. saçır. Ətrafları nur saçır hər zaman. Həm də göz bəbəyinə bənzətmək olar onu. Aha, o da Əgər maraqlı iki aşiq öz sevgisini göz bəbəyi kimi qoruyacaqsa, nə xoş onların halına. Deməli, o uzun ömürlü olacaq. İnşallah. Amma biri birindən bir addım geri dursa, göz bəbəyi pozulacaq. İçəri daxil olan toz nəticəsində məlum məsələ. Ümumiyyətlə, sevgi, əsl sevgi var Adil müəllim. Elə sizdən soruşum da. Günümüzdə cəmiyyətdə deyirlər, sevgi qaldı illər əvvəlində. İndi biraz sevgi ilə bağlı axı mübahisəli, müzakirəli vəziyyətlər çox olur. Əsl sevgi var sizcə cəmiyyətimizdə? Və əsl sevginin məğzini nə təşkil eləyir? var, özü də həm də necə var. Təəssüf ki, çox təəssüf ki, biraz sonralar sevgi biraz bayağılaşıb, biraz azalıb. Aşiq məşuqa deyirdi ki, göy üzündə dan ulduzu, doğunca gözlərəm səni. Dedi, nə var ki, səhərə kimi gözləməyə? Şeir uzundur, istəmirəm vaxtınızı alım. Estağfurullah. Dedi, ağ üzümə qara torpaq dolunca gözlərəm səni. Dedi, ölüncən gözləyirsən də bununla da qutardı. Dedi, yox, öləndən sonra da davam edir mənim sevgim. Qəbrim üstə məzar daşı, qalınca gözlərəm səni. Əsl sevgi heç vaxt unudulmur. Əsl məhəbbət, ilk məhəbbət heç vaxt unudulmur. Bəs sizcə sevginin, əsl sevginin təməlini hansı dəyər təşkil eləyir? Günah xanım, sevgi sözünün özü, əgər biz açsaq, sevgi səmimiyyət deməkdir. Səmimiyyət deməkdir. Etibar deməkdir. Bu, həm vicdanla yanaşmalısan bu işə, vəfa ilə yanaşmalısan. Ki, həm də güvənli olmalısan sevginin qarşısında, güvəni qazanmalısan və güvənli olmalısan. Və
həmişə etibarlı, həmişə ona iddialı, həmişə onun qarşısında daim hazır olmağı bacarsan, sevgi yaranar və uzun ömürlü olar. Bəli. Hər hansı bir tərəf o mövzulardan biraz uzaqlaşsa sevgi uzun ömürlü olmayacaq. Əlbəttə. Ona görə düşünürəm ki, hər zaman sevgi ilə qalaq, sevək, sevilə ətrafımıza ancaq gözəl enerjilər çəkək. Siz daha çox sevginizi hansı istiqamətə, yəni rəsmin hansı janrına daha çox sevginiz var? Daha çox sürrealizm. Sürrealizmə. Bəs daha çox o sürrealizmdə çəkməkdən, işləməkdən zövq aldığınız incə məqam hansı məqamdır? Öz hisslərimi daha rahat ifadə edə bilirəm, çünki daha azad bir texnikadır, üslubdur. Daha fantastik üslublu deyərdim. Günümüzdə yeni rəssamların formalaşmasında müəllim, pedaqoq olaraq çox əvəzsiz rolunuz var. Bəs hal-hazırki gəncləri, şagirdləri nəzərə alsaq, rəssamlığa tələbat, maraq hansı səviyyədədir? Düşünürəm ki, yüksək səviyyədədir. Mən uşaqların maraqlarını görürəm, hədəflərini görürəm, onlarla söhbət eləyirəm bu barədə. Bəzən motivasiyalar düşür, onlara motivasiya verirəm və bu mənə yaradıcı insanlardır hər biri. Məlum məsələ, motivasiya ehtiyacları olur. Xüsusi zövq verir bu mənə, uşaqlarla söhbət etmək, onlarla birlikdə vaxt keçirtmək. Bugün əslində xüsusi bir gündür. 17 fevral tarixi sizin üçün hər hansı bir önəmli tarixə əhəmiyyət kəsb eləyir? 17 fevral tarixi sizin üçün? 7 rəqəmini çox sevirəm, ümumiyyətlə. Amma 17-si rəqəmi artıq həyatınızda gözəl bir an kimi qalacaq. Niyə? Çünki biz şəxsən tanış olmuş olduq. Bugün təqvimlərimizdə 17 fevral tarixini yaşayırıq və bugün getməyək. Nicat, gəl də bəs. Nicat, nə oldu? Gəl. Bugün təqvimlərimizdə 17 fevral tarixini yaşayırıq və bugün dünyaya göz açan hər kəsin doğum gününü təbrik eləmək istəyirəm. Hansı ki, doğum günləri arasında, doğum günləri siyahısında MTV Azərbaycan televiziya kanalının çox əzizi, dəyərlisi, mənim bir neçə bayram böyük qardaşım Nicat Hümbətovun, eyni zamanda bizim videoqrafımız Nicatın doğum günüdür. Bu münasibətlə Nicat, gəlirəm indi yanıma, gözlə. Bu münasibətlə onu başda iki igid övladı, Şahin balamız, Ümid balamız təbrik edir, həyat yoldaşı təbrik edir, dəyərli gəlin bacımız, valideynləri təbrik edir. Bütün MTV Azərbaycan doğma televiziya kanalımız başda televiziya rəhbərliyi olmaqla bütün vəzifə öhdəliklərini yerinə yetirən bütün doğma televiziya komandamızın adından təbrik edirik. Nicat, hər zaman yaşa, yarat və xahiş edirəm həmişə yanımızda ol. Düzdür, iş gedişatında bəzən olur, Nicat deyir ki, mən bu kadrı vermək istəyirdim, könül bu kadrı vermədi, o kadrı olmalıydı, bu kadr belə oldu. Amma tək ki, həmişə mübahisələrimiz işin gedişatının daha da gözəl olması adına olsun. Səni təkrar təbrik edirəm, Nicat. Burada söz düşəcək Ülviyə ya da Riyada. Niyə? Çünki mən gəlirəm. Gəl görək, daha gəl. Bugün Nicat gəl. Nicatın doğum günüdür və Nicatı bütün hamımızın adından təbrik edirəm. Nicat, yaxşı ki varsan, 100 yaşa, səni çox istəyirik və düşünürəm ki, bu hissləri tam olduğu kimi başa düşürsən, hiss edirsən. Uğurların bol olsun. Sənin çiyinlərində mən çox gözəl bilirəm, həddən ziyadə yük var, məsuliyyət var. İnşallah həyatımın bütün dönəmləri həmişə yağ kimi keçsin, qardaş. Təbrik edirəm təkrar səni. Təşəkkürümüzü bildiririk. Və sözsüz qaldığımız yerdən davam edirik. Əziz və dəyərli izləyicilərimiz, bugün təqvimlərimizdə 17 fevral tarixini yaşayırıq və 17 fevral tarixi özəl olduğu daha bir insan var, daha bir doğmamız, əzizimiz var. Hansı ki, gənclər şəhəri olan Sumqayıtda fəaliyyət göstərən Layla School təlim-tədris mərkəzinin aparıcı üzvlərindən olan, dayaq sütunlarından olan və elə təsisçi rəhbər Leyla xanım Əsədovanın mənim doğmam, dəyərli dostumuz Leyla xanımın sağ əli olan, elə o da bizim dəyərlimiz doğmamızdır. Məhəbbət xanımın bugün doğum günüdür. Məhəbbət xanım Mütəllimovanın bugün tam olaraq 29 yaş tam olur. Əslində yaşının gənc olmasına baxmayaraq o zərif çiyinlərində çox böyük bir məsuliyyət yükü daşıyır. Onu bütün Layla School təlim-tədris mərkəzi adından, təsisçi rəhbər Leyla xanımın adından, bütün komandanın üzvləri adından təbrik edirəm. Bütün şagirdlərin adından, tələbələrin adından, balaca körpə gülbalaların adından, onların valideynləri adından təbrik edirəm. Övladları Azərin Ayxanın adından təbrik edirəm. Ayaz qardaşımızın adından təbrik edirəm. Bütün sevənlərin adından, qaynanası, qaynatası, anası, atası, bütün hər kəsin adından təbrik edirəm. Məhəbbət xanımın qızıl kimi ürəyi var, onu tanıyanlar bilir. Həqiqətən də mən düşünürəm ki,
hər zaman qəlbiniz kimi gözəl həyatınız olsun. Ən gözəl dualardan, ən gözəl təbriklərdən də Məhəbbət xanım sizi qucaqlayıram, öpürəm və bütün hər kəsin adından, elə Aynarın, Cihanın adından, bizim Nurayımızın, Raminimizin adından təbrik edirəm. 100 yaşayın, hər zaman bu cür yaşayın, yaradın və gözəlliklərlə ətrafınız bol olsun inşallah. Qaldığımız yerdən davam edəcəyik və dəyərli izləyəcəyiz. Bu arada bugün dünyaya göz açan hər kəsin doğum günü mübarək. Bəli. Qaldığımız yerdən davam edirik. Bayaq var idi sizin təbrikləriniz? Var təbrikiniz. Buyurun, buyurun, buyurun. Gülnar xanım, başdan Nicat müəllim olmaqla bugün ad günü olan hər kəsi təbrik edirəm. İllər öncə dəyərli bir insanın ad gününə gedirəm və cibimlə zövqüm tərs mütənəsidir. Aha. Mənim ona verdiyim dəyər qədər cibimdə məvacib yoxdur ki, dünyanın ən gözəl hədiyyəsini alım. Ona görə dedim, demə ad günümə əli boş gəlib. Biraz səbirli ol, döz, gətirmişəm. Dilimdə neçə min şirin kəlamlar, ürəyimdə atəş, köz gətirmişəm. Var gözümün suyu, sirab yoxdursa. Çək şişə qəlbimi, kebab yoxdursa. Ən şirin, ən meyxoş şərab yoxdursa, eşqin şərabını süz, gətirmişəm. Gecələr yatmayıb duasın olan, vüsal həsrətində saralan, solan, görəndə hər dəfə kövrələn, dolan, bir cüt həsrət dolu göz gətirmişəm. Bir cüt həsrət dolu göz gətirmişəm. Ad gününüz mübarək olsun. Təşəkkürümüzü bildiririk. Bundan gözəl nə təbrik ola bilər də, ay Nicat sizin üçün. Mən həmişə hansı verilişə gedəndə mütləq orada o əziyyət çəkən bizim o kameramanlarımızı qeyd eləmək lazımdır. Hətta bir yerdə bir dəfə qeyd elədim. Aparıcı mənə dedi ki, doğrudan da sən düz deyirsən. Bəzi adamlar onun qulağına sırq eləməlidir. Nədir? Deyirəm ki, Onlar olmasa biz kimik ki? Onların adını çəkmək lazımdır. Onların o zəhmətini də dəyərləndirmək lazımdır. Bir dəfə bir zarafat yanına bir söz dedim. Dedim, bir də gördün ki, səhər-səhər verilişə gəlirsən də, birdən yuxun gələ bilər, də əsniyə bilərsən. Qardaşımız bir də gördün, sənin orada kadrda elə verdi ki. Bütün respublikaya qəbul olar sənə. Sabah gördüm, bütün platformalarda var. Ona görə də mütləq o əziyyətin, o zəhmətin arxasında görünməyən bizim tərəflərdə var. Icebergin görünməyən hissəsi. Televiziyada ümumiyyətlə, televiziyada iş zənciri var idi. Əslində digər qurumlarda bir o qədər də deyil, amma televiziyada həqiqətən də iş zənciri var idi. Operatorlarımız, rejissorlarımız, videoqraflarımız olmasa təbrik edirik biz kimik ki? Bizi də biz eləyən komandamızın əsas üzvləridir. Siz qeyd etdiyiniz kimi hər zaman bərabər olasınız və uğurları bol olsun. Çünki televiziya sahəsi elə bir sahədir ki, bu güzgüdür də. Yəni bu həqiqətən də insanlar ən azından hər kəs ailədə bir kanal axtarır ki, görüm kanal çoxdur. Kanal çoxdur, veriliş də çoxdur. Veriliş axtarır, maraqlı veriliş aparır. Bəzən görürsən elə maraqlı veriliş də, amma görüntü, yəni qeyri-peşəkarlar baxırsan ki, çalışır orada. İndi mən özüm rejissorluğu bitirmişəm də, bilirəm də. Rejissor nöqteyi-nəzərdən. O aspektdən baxıram ona, baxıram ki, burada nə qədər qeyri-professionallıq var. Ola bilsin orada ən son avadanlıqlar var. Amma yenə də. Amma orada qeyri-peşəkarlıq varsa, professionallıq yoxdursa, bir də görəcəksən ki, elə bir televiziyada, elə bir verilişdir ki, baxırsan ki, burada adamlar onun fərqinə varmı? İnsanlar bəzən baxır ki, qonaq görüm kimdir, söhbət nədən gedir. Amma peşəkarlar da artıq kadra da baxır, o kadrla hansı kadrı necə verdi, burada yanaşmalar var. Burada çox incə məqamlar var. Fəzail müəllimin sözünə qüvvət, televiziyaya 4-cü hökumətdir və təbliğat vasitəsidir. Əsas təbliğat vasitəsində can qoyan bütün komandamıza, sevgilərimizi, hörmətlərimizi göndəririk və televiziyanın ayrılmaz hissəsi olan reklamlara keçid alırıq. Reklamlar. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Bugünkü proqramımız çox sürətli və çox axarlı keçdi və hətta elə ilk dəqiqələrdən xaricdə, xarici ölkələrdə yaşayan dünyanın dörd bir tərəfindən bizi izləyən izləyicilərimizə Fəzail bəyin salamı oldu və Fəzail bəyin salamını elə olduğu kimi qəbul edən Türkiyədən, qardaş ölkə Türkiyədən bizi izləyən və inadla efirə qoşulmaq istəyən Gəncək Özdemir xəttdə bizi gözləyir. Fəzail bəy, alo, belə qoşacağıq. Alo, selam. Salam Gəncək bəy, hər vaxtınız xeyir. Selam. Çok teşekkür ederim. Sizin de her vaktiniz hayır olsun. Ben İzmir'den arıyorum. Türkiye'nin İzmir şehrinden arıyorum. Değerli kardeşim Fəzail Miskinli'ye çok selam olsun. Fəzail Bey merhaba. Merhaba Gəncə, merhaba kardeşim. Teşekkür ederim. O her zaman bizi izləyir. Dostumuzdur. İzmir'de yaşayır. Evet. Və Azər kökənlidir. Azərbaycan kökənlidir. Bəli. Aha. Gəncək bəy, sözünüz varsa buyurun fikirlərinizi.
Sözüm budur. Oradaki tüm konaklara buradan kucaklar dolusu selam, sevgi yolluyorum. Özellikle kardeşim Fezail için bunu demek isterim ki Fezail her şeyden önce gerçekten çok değerli bir insandı ve aynı zamanda çok da büyük bir sanatkardı. Bəli. Həmişə Fezail Bey'in sazına, sözüne kulak asmak büyük lezzet, büyük keyifti. Təşəkkürümüzü bildiririk. Benim özüm de aslen Azeri kökenliyim. İzmir'de yaşayıram. Həmişə sizleri çok sevirəm. Var olsun Azerbaycan Çok sağ devleti, olun. var olsun Azerbaycan halkı. İyi ki varsınız. Biz iki devlet, bir millettik. Bəli. Fezail Bey benim için çok çok değerli bir insandı. Çok kadim bir insandı. Təşəkkürümüzü bildiririk Gəncə bəy. Zamanınızı ayırıb zəngilədiyiniz üçün elə sözünüzə qüvvət. Biz iki millət, iki dövlət, bir milləti və hər zaman elə bir millət, bir dövlət. Hamımız Günar bilirik. xanım çox sağ olun. İki dövlət bir millət, iki dövlət bir millət. Bəli, bəli. Azərbaycan-Türkiyə qardaşlığına hər zaman eşq olsun. Türk dünyasını salamlayıram. Gəncə qardaşıma da təşəkkür edirəm. Var olsun ki, qoşulub. O bizim dəyərli qardaşımız və mən reklam arası da çox vaxtınızı almayacağım. Qardaşlara da dedim cəta, sizi hal-hazırda Qazaxıstanın Taraz şəhərindən də izləyirlər. Rusiyadan belə zəngimiz var hal-hazırda. Aslanbekov bizim dostumuz var orada. Hətta salamlar atıb sizi də salamlayır, özü də Təşəkkürümüzü baxır. bildiririk. Yəni insanların könlünü xoş eləmək üçün biz bunu Nə deməliyik böyük şərəf də. bizə. Həqiqətən Bu də. işdə Sağ bizə olsunlar. kömək olan, qızlan Sağ elə olun. zamanınızdan ayıran Adil müəllimə, Musa bəyə, siz dəyərli Fatimə xanıma, Fəzal müəllim sizə çox dərin təşəkkürlər. Adil müəllim istəyəcəm siz fikirlərinizi sonda bildirəsiniz. Həsrətlə bağlı yox, zəfərlə bağlı yazın, eşqlə bağlı yazın, məhəbbətlə bağlı yazın. İndən sonra yalnız fikirlərinizi buyurun. Günar xanım, bəli, məhəbbətsiz həyatımız olmasın, məhəbbətdən daim yazacağım. İndən sonra ümidvaram ki, yazacağım. Çünki artıq ölkəmiz azaddır. Bəli. Yağı torpaqlar, tapdaqlarından azad olub. Cənab Prezidentimizin sayəsində, şəhidlərimizin, qazilərimizin sayəsində məhəbbətdən yazarlarımız çoxdur. Kəlbəcərin Dədə Şəmşirdən tutmuş bugün ən gözəl novator, yenilikçi olan Elşən Əzimindən tutmuş hər birinin sözləri gözəldir. Mən də çalışacağam onlara biraz bənziyim. Amma son olduğu üçün təəssüf ki, sözə gərək vaxt ayırmayasan, söz gərək axız geçsin. Amma son şeirimi sizə demək istəyirəm. Deməli, biraz nasaz olan vaxtı qohumlar bildi ki, nasazam. Mənə bir putul isti su, bir putulda turş su göndərdilər Kəlbəcərin sovqatı olaraq. Ki müəllimə öskürür, isti su xeyir eləyər. Qapıdan girəndə o sovqat artıq məni apardı o tərəflərə. O sovqatın gəlişinə yazdığım şeiri deyəcəm sizə. Sovqatın süfrəyə bərəkət verdi, min bir nemətinlə dolu Kəlbəcər. Xəstəkən şəfaya qovuşdu əzam, şükür yaradana, ulu Kəlbəcər. Zəhər dadan dilim dönübdü qəndə, açıldı düşənlər tilsimə, bəndə, Allahın hökmü ilə başlayan mən də, zirvələrdə qalan yolu Kəlbəcər. Kölgəm burada, orada ruh da özümün, ləhcəmin şəkəri, dadı sözümün, qəlbimin taqəti, nuru gözümün, cismimin qanadı, qolu Kəlbəcər. O ulu görüşə məndə tab qala, axı mənsiz qalıb, çəmən, çöl, tala, ümidim sənədir ay Allah tala, qoy olsun ömrümün sonu Kəlbəcər, Adil. Gəl səbr ilə günlər gələcək, ağlayan, sızlayan üzülər güləcək, bir gün prezidentim qərar verəcək, köç başlasın, zəfər yolu Kəlbəcər. İnşallah. İnşallah. Təşəkkür edirik. O günləri də görmüşük, görəcəyik. Əzəbət torpaqlarımızda ən böyük qaydaşa hazır olmaq şərtilə. Musa bəy, fikirləriniz, sonda tövsiyələriniz. Buyurun. Mən belə bir şey bildirmək istəyirəm ki, gənc yazıçıların Azərbaycan ədəbiyyatına yeni bir nəfəsi gəldi, yeni bir, necə deyim, təkanı gəldi. Artıq belə deyim, mənim kitabımı elə insanlar var ki, indiyənə qədər kitab oxumayıblar, çox sonra hədiyyə versin bu arada. Elə insanlar var ki, indiyənə qədər kitab oxumayıblar, amma mənim kitabımı oxuyub, hələ də yanlarında gəzən insanlar var həqiqətən də. Nə xoş sizə. Və bizim gənc yazıçılarımıza buradan salamlayıram hər biri, mənim öz qələm yoldaşlarım, mənim öz həmkarlarımı və onlara da mən nə qədər uğur arzulayıramsa, özümə nə qədər onlara da bir o qədər arzulayıram. Onlara daha çox arzulayıram. İnşallah, çox İnşallah dərin ki, təşəkkür edirəm. bizim gənc yazıçılar için mən qarşı gələcəkdə elə bir əsər ərsəyə gətirək ki, inşallah daha yaxşı, daha bestseller, daha çox satılan, daha çox səslənən. Fəzal müəllim, səhnəyə gəlməyinizi rica eləyəcəm. Fatimə xanım, sizin sonda fikirləriniz varsa buyura bilərsiniz.
Mən də gənclərə güclü motivasiya, səbir tövsiyə edirəm. Hər birinə sənətdə uğurlar arzu edirəm. Təşəkkürümüzü bildiririk. Adil müəllim sizə, Musa bəy sizə, Fatıma xanım sizə, Fəzal müəllim sizə çox dərin təşəkkürlər. Bugün zamanınızı ayırıb gəldiniz və proqramımızı mükəmməlləşdirdiyiniz üçün çox dərin təşəkkürlər. Axarıncı olsun, tez-tez gəlin. Necə ki, elə Fəzal bəy ifasıyla günümüz gözəl başlamışdı. Bugün xoş sabah elə Fəzal bəy ifasıyla yekunlaşır və söz ötürürük bizdən sonraki proqramlara. Xudahafiz.